Ən sevdiyin 3 filmi deyə bilərsən? Ən çox sevdiyim 3 film ilk növbədə Soyuq Günəş. Yəqin ki, birincisi bütün oğlanların sevdiyi Godfather filmi olar. Inception filmidir. Dəfələrlə baxaram o filmə. Məni ən çox həyəcanda saxlayan Avatar deyə bilərəm. Birinci növbədə Deadpool-u qoyuram. Hər üç filmi də. Birinci, üçüncü seriyalar. Həm fantastika cəhətdən, həm komediya, həm də ki, aksiyon cəhətdən yaxşı filmdir. İkincisi Qaynanam. Məncə John Wick serisi. Bir dənə 4-ə hələ ki baxa bilməmişəm, ona da bu gün baxacağam. One Plus One filmidir. Çox bəyəndiyimdir. Romantik filmlərdən desək Qürur və Qərəz. Fast and Furious. Digər adından Farslar seriyasında deyə bilərik. Düzdür, son seriyalar elə də yaxşı olmasa da ilklər yaxşı idi. Bir də Mexanik seriyası. Mexanik seriyası çox əladır. Üçüncüsü isə məncə hamı bundan razı olar, Bəxticiyi. Üçüncü film Memories of Murder'dır. Korean filmidir. Tarixi filmlərdən də desək Ayva filmi məni çox təsir eləmişdi. Bir də köhnə filmlərdən var Taksi filmi. Bəs sənin sevdiyin 3 filmin hansıdır?